Bir dənə rivayət oxuyuram Əmirül Möminin salamdan və ərzimi tamam eləyirəm. Bir dənə gözəl rivayət oxuyuram. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün əyləşmişdi. Gördülər məscidə bir şəxs bədheybət bir varlıq daxil oldu. Bunlar mənəvi hədislərdir. Kaş bir gün, o gün ola, bəşər bunları həzm eləyə bilər. Və gün o gün ola ki, 70 il bizi bu mənəvi yeməklərdən ayrı salıblar. Bir 70 il gərək ola ki, bunları biz həzm eləyək. Dünya maddiyyatdan ibarət deyil. Bir bədheybət varlıq daxil oldu. Məscidə toz qopdu. Peyğəmbər cəmaatı sakitləşdirdi. Həzrət soruşdu, sən kimsən? Dedim, mən Hami ibn Him ibn Lamis ibn İblisəm. Şeytanın nəvələrindəndir. Hami ibn Him ibn Lamis ibn İblisəm. Bəli, Həzrət buyurdu, niyə gəlmisən? Dedi, ya Rasulallah, elə ki, cəddim, böyük babam şeytan qovuldu cənnətdən, bizə hökm verdi ki, peyğəmbərlər gələcək, peyğəmbərləri öldürməyə sizə vəzifə verirəm. Biz gəldik, ilk peyğəmbər, Adəm peyğəmbəri öldürək, gördük bir dənə cavan, keçdi Adəm peyğəmbərin qarşısına, Adəmi aldı öz arxasına, bizlə döyüşdü. Nə qədər istədik yaxın gedək, Adəmə yaxın gedə bilmədik. Öz-özümüzə fikirləşdik, Adəmi öldürənmədik. Dedik, bu kimdirsə, Adəm Peyğəmbərdən sonraki Peyğəmbər olacaq. Adəm Peyğəmbər dünyasını dəyişdi, Şeys Peyğəmbər gəldi. Gördük, o cavan deyil bu. O gördüyümüz cavan deyil. Getdi, Şeysi öldürməyə, həman cavan yenə peyda oldu. Aldı Şeysi arxasında, bizlə döyüşdü, qoymadı Şeysi öldürək. Dedik, bəlkə Şeysdən sonraki Peyğəmbərdir. Şeys dünyasında, Şeysdən sonra Sam Peyğəmbər gəldi. Getdik, Samı öldürməyə, o cavan gəldi. Ondan sonra nə qədər Peyğəmbərlər gəldi, biz hücum çəkdik, öldürək, o cavan bizlə mübarizə apardı. Musa, Nuh Peyğəmbərə hücum çəkdik, bizim qarşımızda oldu. Dedik, bəlkə ondan sonraki Peyğəmbərdir. Musaya hücum çəkdik, gördük, dedik, bəlkə ondan sonraki Peyğəmbərdir. Yaquba hücum çəkdik, Yusufə hücum çəkdik, Zəkəriyyəyə hücum çəkdik. Bütün Peyğəmbərlərə hücum çəkdik. Gözləyirdik ki, o Peyğəmbərdən sonraki Peyğəmbər olacaq bu. İndi gəlib, sən sonuncu Peyğəmbərsən. Biz bilirik ki, səndən sonra Peyğəmbər olmayacaq. Axı o Peyğəmbər deyildisə, kimdir? Onu bizə nişan ver. Həzrət Əleyhisselamın sağ tərəfində bir cavan əyləşmişdi. Peyğəmbər əlin uzatdı, barmağın qoydu, çənəsinin altından qaldırdı yuxarı. Dedi, bu cavanı görübsən, Hami ibn Him ibn Lamis ibn İblis qışqırdı bir dəfə. Vallahu və hadə. And olsun Allaha, bu cavandır. Adəmdən bəri bütün Peyğəmbərlərin müdafiəsində bu cavandır, bizlə döyüşən bu cavandır. Bu kimdir ya Rasulallah? Şimdi Peyğəmbər deyir. Mən hüvə ya Rasulallah, bu kimdir? Hâzâ əxi və vasiyyi və ibn ammi və varithi və mevdi'i sirri Əbəl Həsəneyn, Seyyidül Kevneyn, İmamul Thaqaleyn, Yasubuddin, İmamul İnsi vel Cin, Reisul Muvahhidin, Seyyidül Muttaqin, Emirül Mu'minin, Esadullahil Galib, Galibu kullu galib, Mazharul Azaib, Yadullah, Aynullah, Kudretullah, Uzunullah, Ayetullah, Fatih-i Xeybər, Zavc Betul, Heydər Kərrar, Qeyr Fərrar, Qasimün Nar vəl Cənnə. Peyğəmbər sayır, bu o kişidir, kimdir? Bu mənim qardaşımdır, vəsimdir, əmimin oğludur, mənim varisimdir, sirlərim bunun sinəsindədir, Həsəneynin atasıdır, Səqəleynin imamıdır, dinin köməyidir, dirəyidir, insanların və cinlərin imamıdır, müvəhhidlərin rəisidir, müttəqilərin seyyididir, möminlərin əmiridir, Allahın şiiridir, hər qalibə qalibdir, bütün əcaib, təəccüblü işlərin məzhəridir, Allahın əlidir, Allahın gözüdür, Allahın qüdrətidir, Allahın eşitməyidir, Allahın ayələridir, Xeybəri fəth eləyəndir, Zəhranın əridir, Heydər Kərrardır, Qeyr Fərrardır, döyüşdən qaçmayandır, cənnət və cəhənnəmi böləndir.
Yadınızda olsa demişəm, Malikəşlər dedim, ağa, sənin atın yerimir, düldül yerimir, bir dənə qaçaqanat al. Dedi, mən qaçaqanatı neyinirəm? Qaçaqanat 2 nəfərə lazımdır. Bir döyüşdən qaçana, bir də qaçanı qovana. Mən nə döyüş meydanından qaçmaram, nə də qaçanı qovmaram. Belə kişinin başına yığışmışıq biz. Adəmdən İmamul İnsi vəl Cinnə Ali ibn Əbi Talib Peyğəmbər buyurur, qeybdə Adəmdən İsa'ya qədər bütün Peyğəmbərlərə qeyb aləmində kömək eləyən Əli, amma zahirdə orada şeytanın dəstəsindən Peyğəmbərləri qoruyan Əli, amma zahirdə insanların içərisindən olan şeytanlardan sonuncu Peyğəmbərimizi qoruyan Əli əleyhissalamdır. Peyğəmbərin başına daim pərvanə kimi dolanan, Peyğəmbərə gələn zərbələri daim sinəsi ilə dəf eləyən Əmir Muhammed əleyhissalamdır. Son cümlə, Əli əleyhissalamın öz kəlamdır, buyurur. İncildə mənim adım İlyad, Tövratda Beridir, Zəburda Eri yazılıb. Anam mənə Heydər dedi, atam mənə Züheyr dedi. Ərəb arasında Əli kimi tanındım. Mənbə Biharul Ənvar, cild 35, səhifə 46. Allah'a and verim, Əli əleyhissalamın barəsində ağaclar qələm ola, dəryalar mürəkkəb ola, yazıb qurtarmaq olmaz Əli əleyhissalam. Allahın tərif etdiyi bir kişini biz bir cümədə tərif edə bilmərik. Allah'a and verirəm, Əli əleyhissalamın ehtiramına Allah dünyada və axirətdə bizi Əli və övladı Əlidən ayrı salmasın. Qəbrin əvvəl gecəsində Əli əleyhissalamın mübarək qədəmlərin başımızın üstündən əski eləməsin. Allah bizi Əli əleyhissalama layiq şiyələrdən qərar versin inşallah.